Əməlin niyyəti xalisdirsə, əməl xalisdir, əməl gözəldir. Gözəl əməl o əməldir ki, onu eləyəndə ancaq gözləyəsən ki, səni Allah tərifləyə, Allahdan qeyrisinin tərifinə göz dikməyəsən. Allah səni tərifləmək üçün eləyirsənsə, əməl o xalis əməldir. Niyyət əməldən üstündür. Dalıca bir söz vurur, əməl ilə niyyətdən başqa bir şeydir. Əməl ilə niyyət deməkdir. Əməlin şəkli lazımdır öyrətcəsə, əməlin niyyəti əməlin özüdür. Hansı niyyətə eləmirsən, o niyyətə o şəkildə də zuhur eləyəcək sənin əməlin. Başqalarının tərifi üçün, təşəkkür üçün oldusa, hətta özünün razılığın üçün oldusa, bu xalis əməldir. Bəzən biz başqaları üçün eləyirik ki, bizi tərifləsinlər. Bəzən əməl eləyirik, özümüzü tərifləyirik. Özümüzün öz əməlimizdən xoşumuz gəlir. Ən ağılsız adam bu adamdır ki, öz əməllərinə məst ola, qururlana, təkəbbürlü ola, ucba döçər ola, əməllərini böyüdə, gözündə günahlarını kisildə. O ən təhlükəli haldır insan üçün. Niyyətdə ancaq Allahın rizayəti olduğu təqdirdə əməl gözəl əməl sayılar. Gecə namazının bir xasiyyəti var, bilirlər kim gecə namazı qılsa Allah ona ruzu verər. Hətta belə hədis var ki, bir adam deyirsə ki, mən hər gecə namazı qılıram, sonra deyir, mən kasıbam, fəqirəm, yalan danışır o. Ya o namazı qılmır hər gecə, ya da fəqir deyir, ikisindən biri. Mümkün deyir, hər gecə namazı qılar və fəqir olar. Bu gecə namazının təsiridir. İndi bir adam durur, gecə namazı qılır ki, pullu adam olsun, imkanı olsun. O şirkdir, Allaha şərik vermədir, niyyəti qarışdırmaqdır. Allaha görə namazı qıl, gecə namazının axirət faydaları üçün namazı qıl, nəticəsi də gələcək. O dünya işləri də düzələcək, o heç, şübhəsiz düzələcək. Amma sən niyyəti daha ali şey tut, yüksək şey tut. Sədəqənin xasiyyəti budur ki, bir adam bir sədəqə versə bəlalardan uzaqlaşar. Amma sədəqəni bu niyyətə vermə ki, bəladan uzaq olun. Sədəqəni ver Allah yolunda, axirət savabı üçün təsiri də olacaq, bəla da səndən uzaqlaşar. Bu niyyət mühüm məsələdir. Qiyamət günü qəlbə baxacaqlar. O gün nə mal fayda verər, nə övlad. Ancaq təmiz qəlblə gələnlərdən başqa. Soruşdular Ağa İmam Baqir əleyhissalamdan, pak qəlb hansı qəlbdir? Ya İmam Sadiq əleyhissalamdan. Soruşdular, pak qəlb hansı qəlbdir? Buyurdu ki, Allahla görüşəndə, o qəlbə baxanda görsünlər ki, o qəlbdə Allahdan başqa heç kəs yoxdur. Bax, o pak qəlbdir. Qəlbdə Allahdan başqa heç nə olmasa, o pak qəlbdir. Və niyyət mühüm məsələdir. Niyyət əməlin özündən çətindir. Əməldən daha çətin onu qorumaqdır. İmam Baqir əleyhissalamdan soruşdular ki, əməlimizi necə qoruyaq? Deyir ki, siz bəzən bir yaxşılıq eləyirsiniz bir bəndə, Allah üçün eləyirsiniz. Məsələn, bir möminə kömək elədin, Allaha xatır. Allah yazdı sənə savab. Bunu mənə görə eləmişdin və heç kəsə də xatır eləməmişdin, savabın mənim yanımda. İmam buyurur ki, birazdan sonra bir məclis düşür, danışırsan, deyirsən, filan kəsə mən kömək elədim. Diliyi dinci qoymursan. Diliyi ki, dinci qoymursan, danışırsan, buyurur, o savabı sildilər. Çünki Allaha görə etsə, başqasına niyə deyirsən? Deməli, sənin fikrin odur ki, cəmaat da desin, əhsən bu kasıblara əl tutan adamdır. Peşman olur insan var ki, bir dənə yaxşılıq eləyək, 100 dəfə onu danışır hər yerdə. Belə insanlar var, imam da belə buyurur. Bir dəfə dediniz, o əməlin savabı silinir. Birdən ikinci dəfə də onu dilvə gətirsən, savab silinib, heç günah yazılır onun yerinə. Çünki sən artıq riya günahına düşmüsən. Əməlin savabını məhv eləyib, günah yazırsan onun yerinə. Ona görə deyir, əməli eləmək bir işdir, onu qorumaq, qiyamətə qədər o namazı aparmaq böyük şeydir. Bax, biz qıldığımız bu ibadətlər, namazlar, oruclar, bu salavatlar, zikirlər, cəmaat namazları, bax, bu danışmaq, eşitmək, bunların hamısının savabı var da. İndi biz burada danışırıq, niyyətimiz düz olsa, siz əyləşmişsiniz, qulaq asırsınız, niyyətiniz düz olsa, ta məclis qutarana qədər hamımızın savabımız var da burada. İnsan var, bunların hamısını qoruyur qiyamətə qədər. O böyük insandır, onu bacarsa. O hər adamın işidir. Amma adam da var, yox, buradan eləyir, buradan xarab eləyir, buradan eləyir, buradan günahla məhv eləyir. Ona görə deyiblər, əməldən çətini onu qorumaqdır. Elə bil ağac əkirsən, bağ salırsan, sonra gərək çəpər də salasan. Gərək hasara da alasan ki, ora gəlib heyvan girməsin, ya oğru girməsin, o bağdan məhsul götürə biləsən. Onun gərək keşiyində də dayanasan. Əməlləri qorumaq daha mühüm məsələdir. İnsan çalışsın ki, günah eləməməklə və bir də əməlini dilə gətirməməklə
əməlini qorusun. Gecə ibadət eləyir, səhər gözləyir ki, elə məsələn deyirəm, fürsət düşsün, bu daha çox görsən elmi mühitlərdə belə şeylər olur. Söz düşsün gecə namazından, bu da istər-istəməz bir öz ibadətindən danışsın. Bəzən olar insan öz ibadətini desin, nəsə bir məqsəd üçün, insanları da təşviq eləmək üçün. Niyyət bu olsa heç. Amma yox, özünü göstərmək üçün, özünü nümayiş elətdirmək üçün o əməlin təsirini aradan aparır. Bir dənə haram tikə görərsən ki, əməli batil eləyər. Bir dənə qeybət görərsən, buyurur 40 gün əməl hədər olar. Ona görə də əməlin ruhu onun niyyətidir. 2 nəfər görərsən bir işi görür, Quranda bəzən görürsən bir xırda işi Allah elə tərifləyir. Zahiri yəni xırdadır, mən neçə dəfə bunu demişəm. Əleyhissalamın rükû halında verdiyi üzüyün qiyməti o qədər böyüdürdü. Çox adamlar çox bəxşişlər eləyib. Şah görürsən oturub taxtında bir dənə şeir deməyə görürsən birinə neçə kisə qızıl verir. Amma Əleyhissalamın bir sadə gümüş üzüyü var idi, onu verdi Allah yolunda. Amma Quranda gəldi ki, sizin rəhbəriniz Allah, Peyğəmbər və rükû halında zəkat verər. Məsələ üzüyün qiymətində deyil idi, məsələ o üzüyü verənin niyyətində idi. O üzüyü o qədər xalis niyyətlə verdi ki, Allah əməli böyütdü, Quranına saldı, qiyamətə qədər o əməl diri yaşayacaq. Qiyamətdə də ki, heç. O əməlin niyyətinə bağlıdır. İmam Baqir əleyhissalam buyurur ki, çalışın dediyinizə əməl edin. Əgər cəmaat bilsə ki, siz dediyinizə əməl, bilməsə ki, siz dediyinizə əməl eləmirsiniz, cəmaatın ürəyində təsir qoyması sözüdür. Birdən bilsələr ki, siz dediyiniz sözlərə əməl eləmirsiniz, onda lap faciəli olar. Onda sizin sözlərinizə şübhə ilə yanaşar. Sizin hədislərinizə, dediyiniz ayələrə, sizin təbliğ elədiyiniz məktəbə nifrətlə baxarlar. Söz də belədir. Ayətullah Qum şeyi var idi, rəhmətullah əleyh. Ona dedilər tələbələr ki, bizə əxlaq dərsi qoy. Dedi ki, 15 gün mənə izin verin, sonra qoyaram. 15 gün keçdi, deyir, gəldi dərsə. Dərsi dedi, dərsdən sonra soruşdular ki, sən fürsətin var idi, bekarsan, tətil vaxtıdır. Sən niyə bu qədər bizdən icazə istədin ki, 15 gündən sonra? Deyirsiniz ki, mənə dediniz, əxlaq dərsi, mən də getdim 15 gün oruç tutdum. İbadət elədim, gecələr yatmadım ki, mən söz danışacam, kiməsə dərs deyəcəm, gərək özümün əməlim təmiz olsun, gərək özümün ruhumu bir təmizləyim ki, səlahiyyət tapım ayə demək, hədis demək, kiməsə nəsə təbliğ eləmək, əxlaq dərsi demək. Odur ki, görsən, belə insanın sözünün təsiri var. Amma o insan ki, özü danışır, özü əməl eləmir, eyni sözü bu da desə görərsən, ürəyə yapışmaz o söz.